Salam əziz və hörmətli tamaşaçılar. Bildiyiniz kimi Şuşa şəhərində 4-cü Şuşa Qlobal Media Forumu keçirilir. Həmin forumda Prezident İlham Əliyev də çıxış edib çox mühüm fikirlər səsləndirib. Ancaq onun çıxışının əsas leytmotivini, ana xəttini Avropa Şurası ilə bağlı dediyi sözlər təşkil edir. İlham Əliyev deyib, statı olduğu kimi nəzərinizə çatdırıram. Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək. Yəni, burada çox şey dəyişməyəcək. Bəlkə də bundan daha da yaxşı olacaq. Prezident haqlıdır. Mən onun bu fikirləri ilə tam şərikəm. Çünki doğrusu heç biz Avropa Şurasına girəndə də bunu hiss etməmişdik. Uzun illərdir, mən dəqiq tarixi xatırlamıram, biz rəsmi olaraq o şuraya nə vaxt qəbul olunmuşuq. Ancaq onu bilirəm ki, SSR dağıldıqdan və Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra biz Avropa, Amerika, Qərblə sıx əlaqələrə başlamışıq və o vaxtdan da bu əlaqələr davam edir. Hər tərəfli şəkildə davam edir. Həm iqtisadi, həm siyasi, həm mədəni münasibətlər hər gün genişlənir. Təxminən indi 26-cı ildir də, 2026-cı il. 91-dən 26-cı ilə qədər, 2026-cı ilə qədər 35 il vaxt keçib. 1991-dən. Necə düşünürsünüz? Nələr dəyişib? Nə baş verib? Hansı irəliləyişlər olub? Xalqımızın həyatında hansı ürək açan, bizi xoşbəxt edən, rifaha qovuşduran nələr baş verib? Təbii ki, biz Avropa Şurasına daxil olanda hansısa öhdəliklər götürmüşük. Biz deyəndə ki, Azərbaycan hökuməti hansısa öhdəliklər götürüb ki, burada nə bilim demokratiya olacaq, demokratik seçki olacaq, insan hüquqları qorunacaq, azad iqtisadiyyat olacaq, biznesə dəstək veriləcək, xalqın rifah halı yaxşılaşacaq və s. və ilaxır. Amma biz bunları görmürük və görməmişik. Belə şeylər olmayıb. Avropa Şurası da, Avropa İttifaqı da, nə bilim Avropa Komissiyası da, Avropa Parlamenti də buna daim susub. Heç bir söz də deməyib. Yəni, boğazdan yuxarı nələrsə deyiblər, ha. Yəni, söz oyunu ilə məşğul olublar. Məsələn, seçki saxtalaşdırılıb, əvvəllər bir ATƏT adlı qurum vardı. Onun İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosu vardı. Onlar bir dəstə adam göndərirdilər bura. Mətbuat konferansı keçirdilər və deyirdilər ki, Azərbaycan demokratiya yolunda bir addımda qabağa getdi. Halbuki heç bir addımdan, heç bir santimetrdə biz qabağa getmirdik. 92-ci ildən üzü bu yana keçirilən bütün seçkilərdə geriləmələr olub. Yəni, ən demokratiki 92-də oldu. Ondan biraz zəifi 93-də, nə bilim, ondan bir xeyli zəifi 98-də, 2003, 2008, getdikcə demokratiya daha da zəiflədi. Amma Avropa hər dəfə bura gəlib, öz emissarlarını göndərib, burada demokratiyanın bir addımda irəli getməsindən danışdı. İndi son zamanlar nə baş veribsə, bunlar biraz ritorikaların sərtləşdiriblər. Ola bilsin ki, hansısa maraqları burada təmin olunmur. Özü də iki başlı oyun oynayır. Avropanın əlində Azərbaycanı nələrəsə məcbur etmək üçün çox sərt rıçaqlar var. Amma bunların heç birisindən istifadə eləmir. O sadəcə söz oynadır. Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin
mandatın dayandırır. Nə bilim, hədələyir ki, sizi ümumiyyətlə çıxarda bilərik. Buradan da bizimkilər cavab verirlər ki, çıxardırsınız, çıxardın da, biz ümumiyyətlə heç orada olmaq istəmirik. Ora bizə nə verir ki? Avropa bizə nə verir ki, biz orada qalaq da? Bugünkü prezidentin çıxışı da elə onlara çox sərt mesajdır ki, çıxarsınız, çıxardın, biz heç ümumiyyətlə orada qalmaq istəmirik. Onun bizə heç bir xeyri yoxdur və biz heç onu hiss də eləməyəcəyik. Yəni biz sizdən bir yerdə olmaq istəmirik. Çünki heç bir xeyriniz yoxdur bizə. Avropa neyinir? Məsələn, hansısa müxalif qüvvələr, nə bilim, media qurumları, ayrı-ayrı şəxslər, vətəndaş cəmiyyətinə aid olduğu deyilən müxtəlif şəxslər vasitəsilə onları maliyyələşdirərək Azərbaycan hökumətinin müəyyən əməllərini ifşa edir, tutaq ki, və bununla da deyək ki, təzyiq göstərir. Azərbaycan hökuməti də cavab olaraq müvafiq addımlar atır. Deyək ki, həmin adamları həbs eləyir və onların əməllərində təbii olaraq cinayət elementləri də tapa bilir. Çünki bu fəaliyyət korrupsiyanı ifşa edildiyi deyilən bu fəaliyyətlər əslində müəyyən qanunsuzluqlardan da yəni kənar deyil. Bu adamlar Avropanın müəyyən dairələrindən maliyyələşir, pul alırlar. Təbii ki, həmin maliyyənin dəstəyi ilə, vasitəsi ilə də Azərbaycan hökumətinin müəyyən əməllərin, müəyyən deyək ki, korrupsiya işlərin ifşa eləyirlər. İndi artıq Avropa başa düşüb ki, Azərbaycan xalqı, Azərbaycan ziyalıları bu çirkin oyunların mahiyyətini başa düşməyə başlayıblar. Mən uzun illərdir çıxışlarımda, yazılarımda bu məsələləri qeyd edirəm. Mən deyirəm ki, Avropa əslində imperiyadır, müstəmləkəçidir. Məqsədi də 3-cü dünya ölkələrin sümürüb öz xalqına yedirtmək, özü yeməkdir. Mən həmişə deyirəm ki, Avropa ona görə yaxşı yaşayır ki, biz pis yaşayırıq. Onlar bizim əlimizdəki müxtəlif vasitələrlə alırlar və özləri yaxşı yaşayırlar. Öz xalqlarının da müəyyən mənada yaxşı yaşamasını təmin edirlər. Bizdə bu müxalifət daimi onların müxalifəti. Bu müxalifət doğruda da onların müxalifətidir. Onların sifarişini burada yerinə yetirir. Avropa missiyasını yerinə yetirir. Daim təbliğ eləyirlər ki, Avropada 3000-5000 avro maaş var. Bu qədər pensiya var, bu qədər nə bilim müavinət var, filan var, nə var, o var, bu var. Əlbəttə ki, olacaq. Çünki Avropa bizim əlimizdə nə var, dartıb alır, aparır, orada öz millətinə yedizdirir də. Ona görə də onlarda yaşayış səviyyəsi istər-istəməz bizdəkindən yüksəkdir. Bu mənada, yəni onların bizə əlbəttə ki, heç bir xeyri yoxdur və orada qalmağımızın da heç bir xeyri yoxdur. Ya elə bir əməkdaşlıq olmalıdır ki, həqiqətən burada da müəyyən irəliləyişlər olsun və real əməkdaşlıq, bizə real köməkli olunsun. Ya da ki, bu münasibətlərin Avropa Şurasına, nə bilim, Avropa İttifaqına üzv olmağın heç bir mənası və əhəmiyyəti yoxdur. Bax, Avropa İttifaqı, Avropa Komissiyası bu yaxında öz nümayəndəsini, prezidentin göndərmişdi. Ursula von der Leyen adlı bir xanım gəlmişdi. O gəldi, çox gözəl sözlər danışdı. Neft haqqında, qaz haqqında, orta dəhliz haqqında, iqtisadi münasibətlər haqqında çox gözəl sözlər danışdı və dedi ki, bizim münasibətlərimiz çox gözəldir, biz müqavilələr bağlamışıq vaxtı ilə, yeni müqavilələr bağlayırıq, Azərbaycanla əməkdaşlıq bundan sonra da yüksək səviyyədə davam eləyəcək. Amma bunun ardınca bu istər-istəməz Azərbaycanda narazılığa səbəb oldu. Hətta bu xanım prezidentdən böyük umacağı olan müxalifətçilərimiz də, deməli, xaricdə yaşayan
bu müxalifətçi blogerlər də ona müraciət eləmişlər. Onlar da narazı qaldılar. Düzdür, açıq şəkildə deyə bilmədilər. Çünki onlar asılıdırlar. Avropadan asılılar. Ona görə açıq danışa bilmirlər. Avropanı tənqid eləyə bilmirlər. Amma təbii ki, böyük narazılıq var. Onlar umurdular ki, bu həbsxanada olan, deyək ki, heç olmasa bir 5-6 nəfər azadlığa çıxacaq. Və yaxud da ki, xaricdəki o söyüş söyən blogerlərlə müəyyən danışıqlara gediləcək, razılaşmalar əldə olunacaq. Və Ursula von der Leyen bunu Prezident İlham Əliyevin qarşısında qaldıracaq. Amma bunların heç birisi olmadı. Bu da narazılıq yarattı. Və bunlar bu narazılığı görən kimi dərhal Aşba prezidenti, başqa bir xanım çıxdı Amerikanın səsinə, ya səhv eləmirəmişə, Azadlıq Radiosuna mı müsahibə verdi. Başladı yeni Azərbaycanı tənqid eləməyə ki, Azərbaycan öhdəlikləri yerinə yetirmir, demokratiyanı pozur, siyasi məhbuslar var, o var, bu var, nə bilim, nə filan. Və bunların ən böyük riyakarlığı da ondan ibarətdir ki, onlar bütün məsuliyyəti qoyurlar Azərbaycan xalqının üzərinə. Yəni, güya ki, biz passivik, Azərbaycan xalqı demokratiya uğrunda lazımi mübarizə aparmır, lazımi qədər fədakarlıq etmir. Və ona görə də bizim ölkəmizdəki vəziyyət belə ağırdır. Amma halbuki onlar istəsələr bu vəziyyətin dəyişməsi üçün real addımlar ata bilərlər. Necə ki, vaxtilə Gürcüstanda bunu etmişdilər. Gürcülər indi də bunun bəhrəsini müəyyən mənada görürlər. Çünki Gürcüstanda hətta Rusiyapərəst qüvvələrin hakimiyyətdə olduğu deyilsə də, Gürcüstandakı demokratik mühit insanların özlərini ifadə etmə imkanları bizdəkindən qat-qat yüksəkdir hazırda. Ermənistanda da bu günlərin parlamentdə 40%-ə yaxın müxalifət var. Onlar sərbəst toplaşa bilirlər. Sözlərini deyə bilirlər müəyyən mənada. Yəni bizdəkindən üstündür oradakı demokratik mühitdə. Yəni onlar Gürcülər və ermənilər bizdən ola bilsin ki, bir qədər irəli millətlər, fəaldır. Amma bu qədər irəli deyirlər. Biz üçümüz də, hər üç millət Qafqaz xalqıdır. Və biz bir-birimizə mentalitet baxımından çox yaxınıq. Ola bilməz ki, ermənilərin parlamentdə 40 deputatı olduğu halda bizim bir 20 deputatımız olmasın. Əgər bizə də kömək olunsa, bizdə də bu şərait ola bilər. Amma olunmur bizə kömək. Bizdən ancaq sərvətləri daşıyıb aparırlar. İqtisadi münasibətləri çalışırlar ki, üst səviyyədə tutsunlar. Amma demokratiyanın, insan haqlarının pozulması onların vecinə deyil. Bugünkü bu söz davası da boğazdan yuxarıdır. Bu, yəni real bir şey deyil. Bu cəmaatın başını aldatmaqdan ötürüdür. Bir-birinə söz atırlar ki, güya Avropa ilə Azərbaycan arasında hansısa ziddiyyət var. Heç bir ziddiyyət yoxdur. Əgər ziddiyyət olsa, iqtisadi münasibətlərdə dayanar. Sanksiyalar tətbiq olunar. Nə bilim, embargolar tətbiq olunar. Onlar hətta Rusiya embargo tətbiq edirlər, amma Rusiyanın da qazın bizim vasitəmizlə alıb aparıb istifadə edirlər. Bunlar yalancıdırlar. Bütün fəaliyyətləri hamısı 3-cü dünya ölkələrini əsarət altında saxlamağa, əzməyə, sümürməyə yönəlikdir. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.